Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda xaricdə hərbi təhsil imkanlarına həsr olunmuş açıq qapı günü keçirilib. Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Milli Müdafiə Universitetinin fəaliyyəti, tabeliyindəki təhsil müəssisələri, qəbul imkanları, təhsil prosesi, kursantlara yaradılan şərait və xaricdə təhsilin təşkili barədə danışılıb. Daha sonra Türkiyənin nüfuzlu hərbi təhsil müəssisələri, mövcud ixtisaslar, qəbul və tədris prosesi, eyni zamanda da kursantlara təqdim olunan imkanlar barədə məlumat verilib. Kursantların qəbul şərtləri və gündəlik fəaliyyəti haqqında geniş, yəni təhsil alacaqları ixtisaslar haqqında geniş məlumat verildi. Keçirilən imtahanlarda çox yüksək bal toplayan abituriyentlər bizim Heydər Əliyev adına Hərbi İnstitutu tərcih edirlər. Qəbul Azərbaycan ordusunun ehtiyacları üzrə müəyyən olunur. Mən bura Milli Savunma Universitetində təhsil imkanı qazanmaq üçün gəlmişəm. Aerokosmik mühəndisliyi ixtisası ilə maraqlanıram. Və birinci qrup informatika qrupu üzrə imtahan vermişəm. 580 bal toplamışam. Heydər Əliyev adına Hərbi İnstituta müraciət etmişəm və bura qəbul olmaq istəyirəm. Beynəlxalq münasibətlər və tarix ixtisasına deməli yönlənəcəm yəqin ki. Və bugün videolara baxdıq hamısı demək olar bütün suallarımızın cavabını tapmışıq.